kimi bizim 100 balla işləyən xanımlarımız bilirlər, drive aksiyası var. Mən bayağı sevincimi təqdim edəndə dedim, mən VIP məsləhətçiyəm, illərdir ki 100 balla sifariş yerləşdirirəm və şirkətin VIP məsləhətçisiyəm. Artıq brilliant saata doğru gedirəm. İnşallah ki 200 balda mən o brilliant qaşlı saatı qazanacam. Mən qarşıma məqsəd qoydumsa bircə Allah can sağlığı versin, mən onu qazanacam inşallah. Və belə deyim də, bu işdə satış edirik öz yerində, satışımı seç. Amma komanda olaraq, əlbəttə ki 100 ballıq mən özüm üçün, 100 bal mənim heç özümə çatmır ay ərzində xanımlar. Ailə üzvüm, yoldaşım, uşaqlar 100 bal heç mənim özümə çatmır ki, mən 200 bal edirəm özümdə. Daha da drive-a qoşulub, daha da 2 qat gedirəm. Baxın, sizə bir söz deyim. 100 balla hal-hazırda o haqda çox danışmaq istəmirəm. Çünki bizim dəyərli spikerimiz Könül xanım məlumat verəcək 100 bal haqqında və hər birinizi səsləyirəm ki, 100 balla sifariş yerləşdirməyənlər diqqətlə izləyin, yerləşdirənlər də həmçinin diqqətlə izləyin, sizlər də qoşulun bu gündən. Buyurun Könül xanım. Salam, mən də sizin hər birimizi səmimi qəlbdən təbrik edirəm ki, qızıl komanda olmuşsunuz. İlk öncə səviyyədən başlayıram, səviyyəni sevirəm və onu mən qızıl yerində görmürəm də artıq. Çünki mən bilirəm ki, o qızılı bacardısa, daha yüksək zirvələrə qalxacaq və özü dediyi kimi 6-7 qaş düzəcək bölümdən, yəni direktorların sayını artıracaq və mən buna inanıram və mən buna güvənirəm. Özümü də təqdim edeyim sizə təzədən. Könül Məmmədova, Fabrik şirkətinin brilliant direktoruyam və hal-hazırda burada sizə 100 bal sifariş yerləşdirməyin üstünlüyü haqqında məlumat vermək istəyirəm. Amma burada slayddadır, onu görək. Dərya hanım gəlsin, onu tapsın. Bir dəqiqə. Bir dəqiqə, Dərya onu qoş. Mən Fabrik şirkətinə gələndən 100 bal sifariş yerləşdirmişəm. Bunu elə bilmişəm ki, özümə borc bilirəm. Çünki məni Fabrik şirkətinə gələndə ilk növbədə Faina xanımdan motivasiya almışam. Faina xanım buradadır indi hal-hazırda. Faina xanım mənim rəhbərimdir və inşallah ki, bu il onun 87 yaşı olacaq. Fabrik şirkətinin də brilliant direktorudur. Baxın Faina xanıma. Fabrik şirkətinin brilliant direktorudur. 87 yaşı olur inşallah bu il. İnşallah ki, təntənəli sürətdə də qeyd edərik. Allahın köməkliyinə. Yəni mən motivasiyamı, gücümü, hər bir işimi ondan götürmüşəm. Yəni ona baxmışam, fikirləşmişəm ki, əgər Faina xanım bacarıbsa, mən niyə bacarmayayım? Ancaq onu demişəm özümə ki, o elədi, mən də eləyəcəm. O bacardı, mən də bacaracam. İndi ona görə də sizə təqdim eləmək istəyirəm ki, elə qoy qalsın Dərya burada. Birinci növbədə bunu deyim sizə ki, Fabrik şirkətində o qədər gözəl aksiyalar var da, o aksiyalardan mütləq yararlanın. Hal-hazırda Fabrik şirkətində yeni analıq bonusu yedilənib. Lap əvvəl bir uşağa verirdilər analıq bonusu. Kim 15% məsləhətçi olurdursa, dünya fabrikdə uşaq gətirirdisə, fabrikdə işləyə 50 bal şəxsi balını 18 katalog ərzində 8 dəfə eləyirdisə, analıq bonusu 50 manat bir uşağa alırdı. Sonra dedilər ki, 2 uşağa. Mənim məsələn qızım, qardaşımın yoldaşı da burada əyləşib, o da 2 uşağa analıq bonusu alıb, hər uşağına 50 manat. Bu eləyir 100 manat analıq bonusu. Hal-hazırda isə 3 uşağa şirkət analıq bonusu verir. Əgər sizin uşağınız dünyaya gəldisə fabrikdə, 15% məsləhətçisiniz və 50 bal sifarişinizi eləmişsiniz, bu uşağa görə 50 manatı verirlər və evdə də 2 uşağınız varsa, 14 yaşına çatmamış, onlara görə də şirkət sizə hərəsinə 50 manat düşür, amma burada 3 uşağa 160 manat şirkət analıq bonusu verir. Və bu da eləyir il ərzində 2800 manat. Heç dövlətdə bu qədər analıq bonusu yoxdur ki, Fabrik şirkəti bizə bu analıq bonusunu təqdim eləyib. Ona görə də fabrikdə işləyənlərin çox uşağı var. Elə bizim şirkətin prezidenti Neçəyevin 5 uşağı var. Başa düşdünüz? Bizim Aleksey Neçəyevin 5 uşağı var. Ona görə də fabrikdə işləyən analar öz uşaqlarının yanında oturub işləyirlər və heç qorxmurlar ki, uşağı nə ilə dolandıracaq. Çünki özləri
fabrikdə işləyib yaxşı maaş alırlar. Uşaqların da pampers pulunu şirkət ödəyir. Hə, o birisi slayda keçir. Hal-hazırda fabrikdə görün Uğur Açarı adlı bir qəşəng aksiya var. Mən Uğur Açarını Moskvada gördüm. Gördüm ki, hamı Uğur Açarı alır və bu Uğur Açarını mən də almaq istədim, amma bizdə yox idi o aksiyada Azərbaycanda. Hal-hazırda Uğur Açarı aksiyasını şirkət Azərbaycana da aid edib və bu nədir? Əgər siz 30 bal sağlamlıq məhsulu alırsınızsa, 8 kataloq ardıcıl, şirkət sizə bu Uğur açarını rəmzi bir açardır, onu verir, o qədər gözəldir ki, elə mən o Uğur açarına baxıb adının ki Uğur olmağını görürəm və deyirəm ki, mən də uğurlu bir lider, uğurlu bir daha böyük statuslu lider olmaq istəyirəm. Düzdür, şükür Allaha ki, mən uğurlu liderəm, şirkətin birləm direktoruyam və siz hamınız mənim komandamsınız və mən sizdən fəxr edirəm, amma o Uğur açarını da mütləq almaq istəyirəm. Uğur açarını 8 dəfə siz 30 bal sağlamlıq balı sifariş yerləşdirdikdə şirkət sizə verəcək və Uğur açarını alanlar 3 dənə simvolik bu asılqanları da ala biləcəklər. Əgər yenə də 8 kataloq 30 ballıq sifariş yerləşdirəcəklər sağlamlıq məhsullarından və bu Uğur açarını inşallah aldıqdan sonra bu asılqanları da alıb ona taxacaqlar və bu Uğur açarının rəmzi simvolları olacaq və mən bunu almaq mütləq istəyirəm. Dərya, Uğur açarının da siz necə yerinə yetirirsinizsə, o sizin şəxsi kabinetinizdə görsənir. Çünki bizim həm sağlamlıq ballarımız görsənir, həm də neçə kataloq bu Uğur açarını yerinə yetiririksə, o da orada görsənir. Əgər bir kataloq dövründə siz onu yerinə yetirmək yadınızdan çıxdısa, növbəti kataloqda mütləq 60 bal sağlamlıq məhsulu alıb, onu bərpa edə bilərsiniz. Mənim artıq bütün sağlamlıq məhsullarını alıram, masajorundan belə, ayaq masajoru, aplikator, ayaq üçün plastırlar, sonra bütün o plus yazılan kremlərin çoxu sağlamlıq məhsullarında var, yəni farmaseriyasından onları da alındıqda siz bu aksiyaya qoşulursunuz. Deyəcəksiniz, bu aksiya mənim nəyimə lazımdır, ardı gəlir. Elə olacaq ki, siz bu aksiyanı yerinə yetirəndə o birisi aksiyaları da qazanmış olacaqsınız. Hal-hazırda mən sizə biraz əvvəlcə xəbər danışdım. VIP məsləhətçilər üçün aksiyalardan danışmaq istəyirəm. 100 bal sifariş yerləşdirmək ən sərfəlisidir. Çünki 100 bal sifariş yerləşdirdikdə siz dərhal 70% endirim qazanırsınız. İstədiyiniz bir məhsulu 70% endirimlə ala bilirsiniz. Və yeganə bal sistemindədir ki, 100 bal özündən maaş verir adama. Özündən maaş ala bilirsən. Həm 70% endirimdən istifadə edirsən, həm bir məsləhətçi olursan, həm də ən əsası Drive proqramına qoşulmaq imkanın olur. Və 100 bal sifarişin üstünlüklərindən birini bu günləri Səviyyə xanım bizə danışdı ki, 100 bal sifariş yerləşdirib və məsləhətçi ona qeydiyyat olub. Özünün tanımadığı bir ildən çox işləyən məsləhətçi bu günləri bu tədbirdə iştirak edir. Onu şirkət onun üzərinə yazıb. Bu da 100 bal sifariş yerləşdirməyin üstünlüyüdür ki, siz komandanızı artıra bilərsiniz və strukturunuz böyüyür və tanımadığınız insanlarla komandanız genişlənir. Ondan əlavə, bax sizə belə 100 bal sifariş yerləşdirib 18 dəfə, sizə belə bir maçok verilir. Görürsünüz? Ondan da əlavə, siz əgər, baxın bu sxemə baxın mütləq, bunu qeyd eləməlisiniz ki, sizə şirkət adamlar qeydiyyat eləsin. Əgər siz şəxsi kabinetinizdə 1, 2, 3-ü qeyd eləməsəz, sizə şirkət insanlar, məsləhətçilər qeydiyyat eləməyəcək. Və 100 balın əsas üstünlüklərdən biri də odur ki, siz əvvəlcədən kataloqun məhsullarını, yeni məhsullarını sifariş yerləşdirə bilirsiniz. Siz əvvəlcədən kataloqun bütün məhsullarını sifariş yerləşdirə bilirsiniz və Drive-a qoşula bilirsiniz. Bunu mən göstərim sizə. Bu mənim özümün şəxsi kabinetimdə VIP məsləhətçi olduğum üçün, yəni gəldiyim bir gündən 100 bal sifariş yerləşdirmişəm. Şirkət bunu göstərir. Mən cəmi 176 kataloq dövrüdür ki, fabrik şirkətində işləyirəm. Gəldiyim dövrdən 100 bal sifariş yerləşdirmişəm
və 24 kataloqum qalıb ki, bu brilyant qaşlı qızıl sahada alım. Hələ bizim komandadan bunu heç kəs almıyor, çünki biz o qədər dövrdür ki, fabrikdə işləmirik. Ən çox mən işləyirəm, mən hələ almamışam. Amma mənim rəhbərim Fahina xanımın direktorları onu alıblar. Onun elə qızıl sahadı var, brilyant qaşlı. Aha. Yenə də Drive-a keçirik. Drive mənim ən çox xoşladığım proqramlardan biridir. Niyə? Drive hərəkət deməkdir. Yəni biz bu Drive-a qoşuluruqsa, daim hərəkətdə olmalıyıq və komandamızın liderləri həmişə ilk sıralarda olur. Amma Drive nə deməkdir? Hər 100 balımıza şirkət bir dənə də qızıl Drive verir. O qızıl Drive-lar lotereyada iştirak edir. Hal-hazırda 12-ci sezonun lotereyası oynanılacaq. Drive-a qoşulmaq üçün siz şəxsi kabinetinizdə Drive-ı aktivləşdirməlisiniz. Bu halda siz lotereyalarda da iştirak edə biləcəksiniz. Hal-hazırda Drive-da Bali adasına səyahət var və böyük pullar var və hər bir məsləhətçi Drive-a qoşulubsa, onlar bu lotereyada iştirak edib qazananlardan ola bilər. Bu isə 100 bal sifariş yerləşdirən məsləhətçilərin ən gözəl aksiyalarından biridir. Bu kim 8 kataloq ardıcıl 16 nömrəli kataloqdan başlayaraq 100 bal sifariş yerləşdirirsə, bir ədəd 30 parça qaşıq dəstini, bir ədəd tort qabı, bir ədəd qrafini 8 kataloqdan sonra hədiyyə alır. Amma kim ki 125 bal sifariş yerləşdirirsə 8 kataloq ardıcıl, bu halda o həm qaşıq dəstini, həm qrafini, stakanları ilə və tort qabını alır. Bunun videosunu da hazırlamışam. İndi Dərya qızımız bizə qoysa o videonu, biz ona baxarıq. Baxın, görün necə gözəl bir məhsuldur. Qoşulmayanlar bu kataloqdan mütləq qoşulsunlar. Bu kataloq şirkət bizə şans verib. Kim 100 bal ya 125 bal sifariş yerləşdirsə, bu gözəl məhsulları hədiyyə olaraq qazanacaq. Baxın, əl işidir hamısı, hər biri. Gözəlliyi görürsünüz. Bunun üstündəki hər bir risunka, hər bir naxışı əl işləməsidir. Bunları hədiyyə almaq istəyirsinizsə, 100 bal sifarişinizi, yəni 125 bal sifarişinizi bu kataloqdan başlayın. Kim ki keçən kataloq bu aksiyaya qoşulmuyub və 5 nömrəli kataloqa qədər davam edir bu aksiya. Bunu edin və bunu qazanın. Çünki mən bütün VIP məsləhətçilərin aksiyalarını qazanmışam. Elə bilirəm ki, onu qazanmasam, heç mənim ona ehtiyacım olmasa belə, mən onu qazanmalıyım. Çünki bu elə bir ki, mənim prinsipimdədir ki, mən bunu eləməliyim. 100 bal sifariş yerləşdirirsə, deyirsiniz, 30 balı mən niyə sağlamlıq məhsulu görüb o açarı almalıyam da. Bu Kiprə pulsuz səyahətimiz var. Kiprə pulsuz səyahəti qızıl direktor rütbəsi açıb, öz şəxsi koduna 100 bal sifariş yerləşdirib, onun 25 balını sağlamlıq məhsulu edən qızıldan yuxarı bütün direktorlar qazana biləcəklər. Və mən bu videonu sizə göstərim. Əslində səsi var, neysə burada çıxmır o səs. Və gördünüz, mən başladım sağlamlıq məhsulu 30 bal eləyib açarı almaqdan. İndi deyirəm Kipr səyahətini qazanmaq üçün 100 balın içində 25 balı sağlamlıq məhsulu. Bunu elədikdə siz həm açarı alacaqsınız, həm Kipr səyahətini qazanmaq şansınız olacaq, həm qrafinkaları yanında stakanları ilə qazanacaqsınız. Ona görə şirkətin qoyduğu bütün aksiyalardan istifadə eləyin və Kipr səyahətini qazanmaq üçün artıq birinci addımı Səbiyyə xanım atıb. Bu səbəbdən də biz bura yığışmışıq. Yəni qızıl rütbəsini açıb, Kipr səyahəti üçün bir addımı gedib. Onun qalıb 7 addımı. İnşallah o 7 addımı da keçdikdən sonra Kiprə pulsuz səyahəti qazanacaq və dəyərli səyahət deyirlər bu səyahətə. Həmin dəyərli səyahətdə inşallah ki bir yerdə iştirak edəcəyik və bu heç də gec deyil. Bugündən siz də başlaya bilərsiniz. Bu Kipr səyahətinə addım atmağa mən inanıram ki buradan hələ bir yox, onlarla qızıl direktor çıxacaq bizim komandadakı Kipr səyahətini qazanmağa və mən hal-hazırda hazırlaşıram. İnşallah dekabrın 1-i Vyetnama səyahətə gedirəm öz oğlumla. Mən çünki ailə biznesi qurmuşam oğlumla və mənim bütün qazandığım səyahətlər oğlumla olur və mən şirkətin bütün səyahətlərini qazanmışam. Amerikada olmuşam, Indoneziya, Bali, İtaliya, Türkiyə, Dominikana, yəni
o qədər ölkələri mən pulsuz səyahəti şirkət hesabına qazanmışam və öz oğlumla qazanmışam. Yəni indi də Vyetnama oğlumla gedirəm. Bu da şirkətin bir üstünlüyüdür ki, sən öz işini vərəsə kimi oğluma da saxlaya bilirsən, qızıma da saxlaya bilirsən, ailəvə də saxlaya bilərsən. Ona görə də mütləq gəlin burada dəyərli direktor olun, ailə biznesi qurun və öz ailənizlə dəyərli səyahətləri qazanın. Nə yaxşı ki varsınız və mən buradan sözü Faina xanıma vermək istəyirəm ki, Faina xanım mənim rəhbərimdir. Nə yaxşı ki Faina xanım var ki, o bu işi Azərbaycanda quranlardan biridir. Faina xanım bu işi Fabirliki Azərbaycana gətirənlərdən biridir. Yəni o gətirib ki, biz burada Fabirlik şirkətində çalışırıq, uğur qazanırıq, ən əsası pul qazanırıq və Səbiyyənin elədiyi kimi maddi azad yaşayırıq. Uşaqlarımız bir şey istəyəndə mən əvvəl heç elə eləyirdim ki, uşağım onu görməsin, keçim. Amma mənim uşağım indi nəyisə istəyəndə mən heç qiymətinə baxmadan onu ala bilirəm. Yəni hər bir qadın bunu eləyə bilər. Yəni ona görə də Fabirlik şirkətində çalışın, pul qazanın, uğur qazanın və dəyərli rəhbərlərimizlə bərabər. Çox salamlaşdırıram mən də sizi. Xoş gəlmişsiniz. Mən də çox şadım. Məni də çağırdılar bura. Mən də çox şadım. Çox razıyım ki siz buradasınız. Könül danışdı, o boyutana danışıb, hamısını sizə başa salıb ki, nətər lazımdır işləməyə. Ondan başqa mənim çox belə sözüm yoxdur. Əmbəs mən sizə deyim ki, mən 69 yaşında gəlmişəm. Mən çoxdandan Fabirliki bilirəm. Çoxdandan xanım gətirən, bura Bakıya gətirən xanımdır. Onunla tanış olmuşam. Özdə ondan mal alırdım, hər şey alırdım. Əmbə yazılmadım, bilmədim ki, biznes qurmaq olar. Heç kim mənə onu çatdırmadı, mən də bilmədim. 18 ildir mən girişmişəm ki, biznes quram. Mənim 69 yaşımda gəlmişəm, onu da qurdum. O zaman çox çətin idi. Mən bilirsiniz ki, nətər işləyirdim. Bax, indi sizə çox yaxşıdır işləməyə. Hamınız bir dənə zat var ki, pencere var. Siz ondan işləyə bilirsiniz. Həm də biz o zaman bilirsiniz mən nətər eləyirdim. Mən hər həftə 10 dənə, 15 dənə katalog paylayırdım. Yazırdım adımı, cəmaata paylayırdım. Həftədə deməli mən hardasa 80 ya 100 dənə katalog payladım cəmaata. Özdə paylayanda orada yazırdım ki, 6-cı gün mən sizi gözləyirəm. Saat 10-dan saat 8-ə qədər mən buradayam. Ofisdə gözləyirəm ki, siz gələsiniz. Bir də belə alınırdı ki, həftə gələndə görürəm ki, 5-6 nəfər gəlirdi. Onları da yazırdım. Gələn həftə mən təzədən başlayırdım, onu işləyirdim. Belə işləyirdim, belə də çıxmışam, gəldim. Bax, direktor olandan kimi birinci direktor oldum. Məni kampanya göndərib İtaliyaya. Ondan sonra hər il məni harasa göndərirdilər. Bax, 18 ildir işləyirəm, haradasa 15 ya 16 kərəm getmişəm gəzməyə, Fabirlikin şotuna. Bir qabi heç yana xərcləmədim pulu. İndi mən arzulayıram ki, siz də belə olsunuz. Sizə indi belə çətin deyil, düzdür ya yox? Bağışlayıram ki, mən belə nətəri diksəm, pisdir, həm də siz mənə bağışlayın. Mən çox şadım ki, siz varsınız. Mən bilirəm ki, sizdə hər şey alınacaq, hər şeydə bacararsınız. Çox sağ olun ki, siz varsınız. Öpürəm, qucaqlayıram sizi. Hamınızı. Çox sağ olun. Mən bilirəm, Faina xanım belə qozaları sevir, ona görə orada belə qozadır. Çox sağ olun. İlhamaz hanım, çox sağ olun. Hamınız da çox. Əlbəttə ki, Fabirlik məhsulları ilə sizlərə çox sağ olun bildirirəm. Nə yaxşı ki varsınız. Nə yaxşı ki biz sizin komandanızdayıq. Həqiqətən də Allah sizə can sağlığı versin. Sizi çox sevirəm, çox istəyirəm. Xoşdur bizə. Bu gözəllikləri bizə yaşatdığınız üçün sizə dərin təşəkkür edirəm. Bir dənə də bir dənə də sizə nə deyim. Mən indi bax, məni örgənən könüldür. Mən də istəyirəm sizi kimi o pəncərədən işləyim. Mənə çətindir indi, həm də çalışaram mən də. Mən də istəyirəm nətəri qabağa gerim. Pəncərə bilirsiniz nə edir?
kompüterin pəncərəsini deyir. Kompüterin pəncərəsi, telefonun pəncərəsi. Ona deyirdi Fahimə xanım. Bacarmıram deyir, amma bütün günü saat 12'ye qədər kompüterin arxasında işləyir və brilyant komanda yaradıb. Bir kəlmə də onu deyir ki, əgər Fahimə xanım bu günləri o pəncərədən yenidən baxıb özünə yenidən status açmaq istəyirsə, biz niyə onu eləməyək? Ona görə də hər birimiz o pəncərədən yaxşı-yaxşı baxmalıyıq ki, biz də yeni statuslar açaq. Elə isti məqamlarda mən çox istəyərdim ki, bir daha da bu yaş söhbətini yeniləyək. Deməli, mən bura Dəryamızı, az yaşlı məsləhətçimiz, ən az yaşlı məsləhətçimiz Dəryamızı da dəvət edirəm. Baxın, xanımlar, biri 15 yaşında öz gələcəyini qurmaq üçün Faberlik şirkətinə üzv olub. Və o xanım bilir ki, çox ağıllı, zəki bir xanımdır. Bilir ki, şirkətdə pul var, çünki anası qazanır. Evin içində Nərgiz xanımın qızıdır, bu arada təqdim edim. Direktorumuz, dedim, ikinci üzüyümün ikinci qaşı, Nərgiz xanım, həmən o xanımın qızıdır və görür ki, anası qəşəng pul qazanır. Deyir, mən niyə qazanmayım? Və ona görə 15 yaşından Faberlikə üzv olub, öz gələcəyi üçün biznesini qurur. Və belə deyim, yaş həm 15 yaşda, həm 86 yaşla xanımları görürsünüz qarşımızda, düzdürmü? Faberlik şirkəti elə bir şirkətdir ki, burada təhsilin önəmi yoxdur. Burada yaşın önəmi yoxdur. Yetər ki, istə, addım at, özünə inan, güvən və bacar. Bugün Fahimə xanım bunu bacarıbsa və yeni status açmaq istəyirsə, bu yaşda Allah can sağlığı versin. Mən niyə etməyim? Sizlər niyə etməyəsiniz? Hamımız bunu edə bilərik. İstər Dəryamız az yaşlıdır, maşallah olsun. Artıq öz biznesini qurub, artıq o uğura doğru görür, anası direktordur. İnşallah ki, mən inanıram ki, tez bir zamanda Dəryamız da direktor olacaq. Niyə? Çünki istəyir. Çünki o pulları görür anasının qazandığını. Və Fahimə xanım, hər ikisinə Allahdan can sağlığı arzu edirəm və hər ikisi çox düzgün yoldadılar. Həmçinin Fahimə xanım, sizə bir daha da dərin təşəkkürümü bildirirəm. Sizlər bizə örnəksiniz. Biz sizlərə baxıb stimul, güc alırıq. Və biz də işləyirik, irəli gedirik. Əgər Fahimə xanım kimi rəhbərimiz varsa, Könül xanım kimi rəhbərimiz varsa, biz də edəcəyik bunu. Ona görə sizə dərin təşəkkürümü bildirirəm. Nə yaxşı ki, Faberliki bizlərə tanıtmışsınız, bizlərə yol göstərirsiniz. Həmçinin Fahimə Dəryamıza da yeni atdığı addımda uğurlar arzu edirəm və inanıram ki, növbəti brilyant belə olacaq Dəryamız. Çünki onda o savad, o istək, o qürur var. İnşallah ki də olacaq. Ona görə bir daha da buradan deyim ki, sizə yaşın önəmi yoxdur. Hər bir yaşda mən öz mamamı dəvət etmişəm və mamam dediyim kimi ilk birinci 2 nəfər mənə rekruting aksiyasında dəvət lazım idi. Kimi etməliydim? Burada heç kimi tanımıram. Mamam baldızım. Mamam direktordur. Deməli, mənim mamam direktor olmasa sizlər də olacaqsınız. Həmçinin Fahimə xanım, həmçinin Könül xanım. Yəni o səbəbdən yaşın, təhsilin önəmi yoxdur. Hər kəsə uğurlar arzu edirəm və inanıram ki, sizlər də bu tədbirdən getdikdən sonra bu istək içinizdə parlayacaq və siz addımınızı atacaqsınız. Yüksəyə doğru, irəliyə doğru, iti addımlarla yeni qələbə komandasında inşallah yeni qələbələrlə səhnələrdə olacağıq. İnşallah. Hər birinizə bir daha da dinlədiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Və bir dənə də Dəryanın haqqında bir şey deyim ki, Dərya indəndən bütün məhsullarımızı bir-bir araşdırır. Onların haqqında məlumat topluyor və məsləhətçilərə ötürür və biz də onun hər birini sosial şəbəkələrdən görürük. Dərya artıq sosial şəbəkələrin ulduzudur. Çünki fabrik məhsullarını reklam edir. Bizim şərbətdəki reklamdan ibarətdir. O səbəbdən də ki, reklam etmək lazımdır. Və indi mən balaca Dəryamıza söz verirəm. İnşallah ki, bilirəm ki, deyiləcək çox sözü var bizlər. Elə mən özüm belə Dəryandan çox şey öyrənirəm. Bu arada onu da deyim. Salam, xoş gəlmisiniz. Hər birinizi salamlayıram. Mən Əlizova Dərya, 16 yaşım var və artıq 3 ilə yaxındır ki, Faberlikin daimi müştərisiyəm. Mən Faberlikdə olduğu müddətdə anladım ki, Faberlik təkcə bir kosmetika və ya parfüm firması deyil.
Eyni şəkildə burası insanın özünü inkişaf etdirdiyi, qazancının özü müəyyən etdiyi, özünün daha güclü hiss etdiyi bir yerdir. Burada daha güclü hiss etdiyi bir mühit var və Faberlikin ən gözəl tərəfi də odur ki, hər kəs sıfırdan başlayır, ancaq heç kəs tək qalmır. Çünki burada bir birlik var, dəstək var, motivasiya var və real qazanc burada göstərilir, imkan var. Əgər siz də həm əlavə gəlir qazanmaq istəyirsinizsə, bonuslardan yararlanmaq, fürsətlərdən yararlanmaq istəyirsinizsə, Faberlikə qoşula bilərsiniz. Qatılmaq üçün sizdən xüsusi bacarıqların heç biri tələb olunmur. Sadəcə biraz özünüzə inam lazımdır. Əgər mən buradayamsa, sizin hər biriniz burada ola bilərsiniz. Mən sizin hər birinizə tam səmimi qəlbdən inanıram, güvənirəm və bilirəm ki, siz də daha uca yerlərdə olacaqsınız. Əgər mən buradayamsa, siz də ola bilərsiniz. Və Faberlikin yaşı heç bir əlaqəsi yoxdur. Mənim hal-hazırda 16 yaşım var, amma 13 yaşımdan bəri buradayam. Eyni şəkildə hər birini mamamdan görürəm. O necə pul qazanırsa, mən də onun kimi qazanıram və burada olduğum üçün çox xoşbəxtəm və sizi də daha uca yerlərdə görmək istəyirəm. Çox təşəkkür edirəm ki, hər biriniz buradasınız və məni dəstəkləyirsiniz. Videolarım da gözəldir. İnşallah ki, uğurlarınızla da sizi təbrik edəcəyim. Maşallah canım, ona.